Yəqin ki, hamınıza maraqlıdır ki, mən niyə bura dırmaşmışam. Bu qiymətləri görəndən sonra mənim ayağım yerdən kəsildi aşağılar. Bir tələbə olaraq bir şey mövzuya toxunmaq istəyirəm. Ayağım hələ də yerdən kəsilib, amma düşürəm. Deməli, əziz və dəyərli izləyicilərimiz, bu günləri mağazinə getdim. Ümumi bu məhsullara 20 manat 17 qəpik pul saymışam. Marketin adını vermirəm, onsuz hamısı eyni qiymətdir. Amma bir şeydə nəzərə salım ki, buradakıların hamısı endirimli şəkildə 20 manatdır. Deməli, yumurtamız 1 manat 80 qəpik elədi. Bu baxanda biraz normaldır, amma vallahi bu vaxtları da yumurta elə ucuz idi ki, indi gedək gətirib balkonda yumurta yox mu saxlayım? Bax, bütün gecə səhərə bakıldasın. Özü deyim ki, nə qaraq, çıxart yeyək pulsuzdur. Kalbasamız artıq hardasa bir 2 ay sonra kalbasamız olacaq dana qiymətində. Onun qiymətini çatır kiloqramı. 6 manat 90 qəpik arasında tapdığım, yüzlərlə kalbasanın arasında tapdığım ən kiçik ölçüsü və ən ucuzu. Ümumi marketdəki ən ucuzuydu. Çörəyimiz 1 manat 15 qəpik. Bu çörək hər gün 5 qəpik artır. Hər gün artır. Heç bu Türkiyədə lirə belə artmır. Heç dollar heç belə qalxmır. Aya nə bilim, evro bu qədər qalxmır, bu qalxır. Bərəkətdir, qurban oldum. Bir gün qalan kimi sakızı dönür. Qol altı. Bay, köpək oğlunun deyirəm. Hörmətinə bax, 6 manat neçə qəpik idi, düşmüşdü 4 manat 4 manat 28 qəpiyə. Heç nədir, 3 gün vurdum, qutardı, getdi. Yenə də tərş olan getdi. Yağ. Yağa gələndə vapşı şoka düşdüm. Niyə? Çünki səsim batdı, siz də mənim bağışlayın, səsim getdi mənim. 6 manat 36 qəpiyə gördüyüm final qarğıdalı yağı bu günləri 6 manat 70 neçə qəpikdən təklif olunurdu. Nə indirim var idi, nə bir şey var idi. Endirimə düşəndə indi 16 manat alır. Bu yağı da dedim alım, gördüm endirimdə olan bir dənə buydu. 5 manat 99 qəpiyə düşübdü, 7 manat neçəsə qəpikdən. Yəni bax belə aşağılar, əvvəz 10 manata nə qədər şey alırdıq. İndi isə 20 manata belə almağımız çox belə nə bilməyim. Belə tələbələr üçün vəbşə çətindir. Çünki az təminatlı ailələr həqiqətən də çoxdur. Biz də Allah haqqı göydən qazanmırıq, eləmirik. Bir zulümlə 5 qəpik çörək pulu tapırıq. O da yəni bu dəqiqə həyatımız elə olubdur ki, nə gəzmirik, nə tozmuruq, nə bir şey eləmirik. Ancaq gedirik dərsə, qayıdıram, yemək, içmək, bir dənə yemək, içməyə pul veririk. Daha başqa nəyə veririk? Daha heç nə. Daha görürsən ki, baxçılıqda adam da utanır evdəkilərdən 5 dəqiqədə bir deyək ki, pul at. Olmur. Özümün də elə işləyə bilmirəm. Nə qayım? Boşun, bax belədir vəziyyət. Yəni, bilmirəm niyə belədir, amma belədir. Həqiqətən də marketlər çox bahalaşıbdır. Tələbə sözü də özü ilə kasıb sözüdür. Tələbə. Yəni ki, tələbə tələb eləyir. Tələbat qarşılanmayanda tələbə olur ajniyak yadıma düşdü. Ajniyak olur. Bax belə uşaqlar. Bilmirəm. Nəysə, Allah hamımızın köməyi olsun. Sağ olun, salamat qalın.